Şimdi son konuşmacımızı davet edeceğim. Aydan İskandarzade. Kendisi İstanbul Üniversitesi Tıp Fakültesi Çocuk Psikiyatrisinden mezun. Aynı bölümden mezunuz. Burada şimdi Liv Hastanesi'nde uzman doktor olarak çalışıyor. Teşekkürler. Kendisi de otizmdeki yanlış müdahaleleri bize aktaracak. Teşekkür ederim. Benim için özel bir an. Çünkü hocamla aynı panelde danışabilmek, məruzə etmək mənim üçün böyük bir şərəfdir. Unudulmaz bir andı mənim üçün. Əslində autizmdə doğru müalicələrdən bu iki çıxışlarda bəhs edildi. Ancaq bu ikisindən bəlkə daha da çox olan yanlış müalicə metodlarıdır. Bunlardan danışacağım. Əslində demək istədiyim odur ki, kaş ki indi danışacağım metodlar faydalı olsa, işə yarasa, ailə gəldiyində onlara narahat olmayın. Sizə indi elə bir diyeta verəcəm ki, bu uşağınız autizmdən çıxacaq ya da elə bir hormon uygulayacağıq ki, elə bir iğnə vuracağıq ki, problemimiz sonlanacaq deyə bilir. Keşke deyə bilsəydik. Ona görə burada dediklərimdə, yəni məqsəd, çünki bəzən belə bir hal yaşanır. Sanki biz həkimlər digər qrupda işləyən, bu yanlış müalicələri tətbiq edən insanlar qarşı cəbhədəyik. Xeyr, eyni cəbhədə olmaq istəyərdik, ancaq əfsuslar olsun, yəni əfsuslar olsun deyil. Biz həkimik və həkimlərin məqsədi faydalı ola bilmək, düz və elmi tədqiqatlarda sübutunu tapmış müalicələri tətbiq etməkdir. Yanlış müalicə yanaşmaları nə deməkdir? Elmi sübutlara əsaslanmayan, effektivliyi təsdiqlənməmiş, bəzi hallarda isə zərərli müdaxilələrdir. Bu müdaxilələr, bu yanlış müalicələr əsasən özünü möcüzəvi sağalma metodu olaraq ələ verir, belə tanıdılır. İnsanlar ailələr niyə bu yanaşmalara üst tutur? Çünki dediyim kimi möcüzəvi bir iyiləşmə vəd eləyir bu yanaşmalar. Ailə vaxt itirməkdən qorxur. Reklamı yaxşıdır bu möcüzəvi yanaşmaların. Videolar çəkilirlər, sosial medianın həyatımıza girməsi ilə bu bilgi, məlumat kirliliyi daha da artdığı üçün əslində bunların tətbiqi də bəzi nöqtədə artıbdır. Təbii yollara üstünlük verir bəzi ailələr. Yox, dərman verməyəcəm, təbii üsulla müalicə eləyəcəm, uşağıma zərər verməyəcəm deyirlər. Bu yanaşmalar uşaqlara nə ilə zərər verir? Vaxt itirir, travma yaradır. Həm uşaqda, həm ailədə maddi və emosional tükənmişliyə səbəb olur və sağlam müalicə yanaşmalarına olan etimadı azaldır. Burada təbii ki də gerçək həyatda gördüyümüz uşağın vaxtının itirilməsidir, ailənin mənəvi həm də maddi resursların tükənməsidir. Ancaq hər zaman o ailəyə də deyirəm, mən də bir anayam, belə bir problemlə üzləşsəm hər şeyə əl atmaq istəyirəm, ancaq burada daha bilinçli olmaq və siz bu sahədə işləyən insanların ailələri nə qədər də çətin olsa, dalğaların tərsinə getsək də deyilən səhv məlumatların gücü daha çox olduğu üçün buna qarşı durmaq məcburiyyətindəyik, sorumluluğumuz budur. Çox elmi tədqiqatlar var. Hocam da az öncə dedi. Bu tədqiqatın harda edildiyinin heç bir mənası yoxdur. Amerikada da belə süni tədqiqatlar var, yetərsiz tədqiqatlar var, ölkəmizdə də aparılır. Çünki bu yanlış metodların reklamçıları bizə daim məqalələr önümüzə qoyurlar. Baxın, edilmiş bir çalışma var, bu qədər uşaq tədqiqata alındı və tədqiqatın nəticəsində çox fayda sağladıq deyə gözümüzü boyuyurlar. Ancaq bilən insan bu tədqiqatın keyfiyyətinə baxdıqda görür ki, bunlar açıq-uçlu çalışmalardır. Az sayda örnəkləmin olduğu, az sayda uşaq qatılımcının olduğu çalışmadır. Randomizasiyası yoxdur, kör qrup yoxdur. Etibarlı və vahid ölçmə metodikası yoxdur. Yəni bir şkala belə kullanılmadan sadəcə ailənin faydalı oldu, faydalı olmadı deyə tədqiqat aparılan tədqiqatlar var. Keçək yavaş-yavaş edilən yanlışlara. Yəni bu girişgah idi. Çünki dediyim kimi bu möcüzəvi metodikaların marketingi yaxşıdır və bu marketinqə kanmamamız lazımdır. NICE, National Institute for Health and Care Excellence təqdimatında
yalançı və zərərli olan metodikalar var və tövsiyə edilməyənlər var. Bunların hər birindən danışacağıq. Burada olanların daha fazlasından da danışacağıq. Çünki bunun əslində sonu yoxdur. Yəni yanlış müalicə metodikası sayısızdır. Bunları əhatə eləyə bildiyim qədər və vacibini eləyəcəm sizi yormadan. Birinci keçək glutensiz, kazeinsiz pəhrizə. Yenə çox məşhurdur. Və əsasən də necə olur? Ailələr uşaqları psixoloji reabilitasiya mərkəzlərinə aparırlar. Uşaq orada dərsdədir və ailələr koridorda oturur. Hər biri bir-birinə məsləhət verməyə başlayır. Mən elədim, çox fayda gördüm, korteksimi vurdum, uşağım danışdı, qonşu xala uşağa çörəyini tam kəsdi, uşaq düzəldi deyə ün qazanmış metodikalardan biridir. Əslində bu metodun fəlsəfəsi nədir? Bağırsaq beyin oxu nəzəriyyəsinə əsaslanaraq gluten və kazein maddələrinin neyroinflamasiya yaratdığına inanılır. Problem nədir? Bu tədqiqatlardan yenə çox sayda tədqiqatlar var. Randomizə olunmuş tədqiqatların əksəriyyəti davranış və ünsiyyət sahəsində, autizm spektr pozuntusunda əhəmiyyətli bir nəticə göstərməyibdir. Effekt varsa da çox kiçik qruplardadır. Kimlərdə nəticə verir? Bəli, həzm problemi olan uşaqlarda gerçəkdən bir çölyak hastalığı, gluten intoleransı, laktoz intoleransı olan, yəni tibbi bir diaqnoz almış uşaqlarda biz gluteni və kazeini qida rasionundan çıxartdıqda uşaqda bir rahatlama gəlir. Burada şəxsən mənim ailələrə dediyim nədir? Sağlam bəslənmə, uşağınıza sağlam bəsləndirin və müşahidə edin övladınızı. Yeyib də narahat olduğu bir qidalar varsa, bəli, onu verməməyə çalışın. Yəni, uşaqda köp yarana bilər, uşaqda həzmsizlik yarana bilər, yedi ondan sonra daha hərəkətli artdı. Bunları yaxından müşahidə edin, övladınızı tanıyın və bunları qidasından çıxarda bilərsiniz. Yenə bir çalışma paylaşmışam burada sizlərlə. Yəni dediyim kimi, diyetalar birbaşa autizm spektr pozuntusunda olan simptomları ortadan qaldırmadığına dair açıq bir çalışmadır. Burada isə yenə tədqiqata 8 həftəlik bir tədqiqatdır. 66 uşaq alınıbdır. 36-69 ay aralığında bir qisminə glutenli diyeta, bir qisminə isə glutensiz qidalar verilibdir və heç bir fayda görülməyibdir. Bu keyfiyyətli bir çalışmadır. Çünki randomizə olunubdur, kontrollüdür və tək kördür. Şelasyon terapiyası, kelaş terapiyası yenə bir dönəmlər çox məşhur olan terapiyalardan sayılırdı. Ağır metalların yığılması nəticəsində və uşaqları ağır metallardan kurtararaq autizmdən kurtardığını iddia eləyirdi. Heç bir əlaqə tapılmayıbdır və hətta təhlükəli hesab edilir. Çünki uşaqlarda hipokalsemiya, ürət ritm pozğunluğuna və qıc olmaya səbəb ola bilər. Ölüm halları belə qeyd olunubdur. Tövsiyə olunan bir metodika deyil. Yenə heç bir fərq tapılmayıbdır. Vitamin və mineral yüklənmələri yenə önlü arxallı reseptlərdə çox fazla görürük. Hər çeşid vitaminləri, B6, B12, omega, vitamin D, dəmir preparatları. Belə deyim, bu ailə məndən soruşanda ki, bunları verəkmi? Deyirəm ki, pediatrınız necə məsləhət bilirsə elə. Yəni, uşaq mütəmadi qan təhlillərindən keçməlidir, check-uplardan keçməlidir və bunlardan hər hansından birində yetərsizlik varsa, əlbəttə bunlar telafi edilməlidir. Yaxud uşağını seç meyvə yemirsə, bu uşaqlarda sıxca görürük qida seçiciliyi, yetərli dəmir alınımı yoxdursa, yetərli qədər meyvə tərəvəz yemirsə, bunu müşahidə etdiyinizdə əlbəttə əlavə vitaminlər verə bilərsiniz, ancaq yenə təhlükələr arasında həddindən artıq doza, hipervitamin doz ola bilər və nəzarətsiz istifadə ola bilər. Yenə 26 dənə çalışmanın incələndiyi bir sistematik review çalışmasında, meta-analiz çalışmasında nə görürük? Yenə bir qrupda fayda görülüb, o bir qrup fayda görülən qismdə əlbəttə yetərsizliyi təsdiq olunmuş, vitamin yetərsizliyi təsdiq olunmuş uşaqlardadır.
Yenə əslində amma digər az öncə danışdığım məsəl hiperbarik oksigenə nəzərən daha güvənilirdir, daha yaxşı tolerə edilir. Omega 3 istifadəsi də çox sıx kullanılır. Yenə burada əgər uşaq həftədə 2 dəfə balıq yemirsə, uşağın diqqət problemi olduğunu ciddi düşünürsünüzsə, amma bunlarda da diqqət əksikliyində omeqanın istifadəsində hələ sübuta yetirilmiş bir elmi tədqiqatı yoxdur, ancaq ən azından zərər vermir. Kök hüceyrə müalicəsi dəbdə olan bir müalicədir, yaxşı qazancı olan bir müalicədir, ölkəmizə də gətirilibdir. Kök hüceyrə müalicəsi kaş faydası olsaydı, yəni faydası olmasını biz də istəyərdik. Ancaq əfsuslar olsun, faydası sübutlanmış bir metodika deyil, amma yenə marketingi çox yaxşı edilir, çox fazla elmi məqalələr var bu konuda fayda görüldüyünü ifadə edən, autizmin möcüzəvi tədavisinin tapıldığını deyilən eksperimental mərhələdədir və randomiza olunmuş, kontrollü, geniş miqyaslı, ancaq klinik tədqiqatları yoxdur. Risk arasında isə əlbəttə, yəni riskli bir yəni bədən içinə daxil olan bir maddələr var və immun reaksiya, infeksiya, nevroloji fəsadlara səbəb ola bilir. Sistematik meta-analiz çalışmasında yenə çox az, yəni o möhtəşəm təsir gördük deyilən çalışmaların nəticəsində nə görürük? Çox az çalışmalar var, çox az klinik örnəkləm var. Necə tətbiqi və hansı dozlarda olması yetərsizdir və uzun sürəli takib çalışmaları mütləq gərəkdirir. Yenə bütün çalışmaların nəticəsində ciddi bir yaxşılaşma görülmədiyini deyilir. Burada qırmızı ilə işarətləmişəm. Yəni no significant change, yəni bu heç bir ciddi bir autizm spektr pozuntusunun çəkirdək nüvə belirtilərində heç bir fayda görülmədiyi təsdiq olunubdur. Hiperbarik oksigen terapiyası artıq bu dəbdən düşən bir terapiya yöntəmidir. Yüksək təzyiq altında oksigen terapiyası beyin funksiyalarının fəaliyyətini artdırır. Yenə kiçik tədqiqatlar müsbət nəticə göstərir, ancaq ciddi yan təsirlər ola bilir. Yüksək xərclidir, aşağı effektlidir və riskli prosedurdur. Dəbdən düşmüş bir prosedurdur. Dəbdə olan bir növbəti prosedur biofeedback, neurofeedback cihazı. Və yəni əslində eyni metodikalara dayanan mikrobiolizasiya, TDCS aparatları, belə deyim, yenə bir çox psixoloji mərkəzlərdə tətbiq olunur. Ailəyə dediyim şey nədir? Kaş faydasını görsək. Ancaq özümüz də bilirik ki, yəni biraz gerçəkçi olmaqda fayda var. Bu təlimlər heç də ucuz deyil və uzun müddətlidir və deyirik ki, biz həftədə 20 saat ən az eğitim almalıdır və bu 20 saatda vuranda 20 manata ən az, yəni ortalama 400 manat eləyir. Aylıq da 1600 manat eləyir. Üstəgəl bu 20 saatlıq təlimlərin üzərinə neurofeedback seansları ya da ki TDCS seanslarına qatdıqda bu ailəyə ciddi yük yaradır və digərlərinin əgər yəni psixoloji təlimlərin, ABA təliminin, davranışçı təlimlərin, ergoterapinin, duyu bütünləmənin əgər elmi təsdiqi varsa, bunların heç bir elmi təsdiqini şəxsən öz praktikamda da heç vaxt görmürəm, qalıcı heç bir təsiri yoxdur. Burada yenə çox saylı, marketingi çox yaxşıdır, möhtəşəm çox elmi tədqiqatlar var. Yenə gözümüzə soxulur ki, baxın, elmi tədqiqat demirsiniz, bunlar elmə dayalı müalicələr olsun. Elmə dayalı, elmə sübutu var, tədqiqat eləmişik və nəticəsi faydalı olubdur. Ancaq bu yenə nəticələrə baxdıqda, necə bu məqalə yazıldığına baxdıqda hamısı açıq ucludur, randomizasiya yoxdur, kontrol qrupu yoxdur və nəticələrin dəyərləndirilməsi yenə bir çox zəif şkalalarda çox az fərq görüldüyünü görürük. Yenə effektivdirmi? Randomize kontrollü çalışmada da heç bir effektiv azalmaya nəzərə çarpmır deyir.
Niyə faydasız görülübdür? Çünki daha keyfiyyətli tədqiqatdır. Sadəcə ananın sözünə görə deyil. Neurofeedback yenə otizm üçün zaten FDA onayı yoxdur. Küçük nümunəli tədqiqatlardır. Etibarlılığı, spesifikliyi elmi cəhətdən sübut olunmayıb. Az öncə bəhs etdiyim kör olmayan qiymətləndirmə, pozitiv gözlənti bayısı, yenə etik qaydalara riayət edilməyən nəticələr və bir çox meta-analiz çalışmalarında da heç bir faydası yoxdur. Həmçinin TMS, zaten çox TMS ilə bağlı autizm spektr pozuntusunda mən tədqiqata gözümə çarpmadı. TDCS də az öncə dediyim kimi Tomatis metodu, yəni ailələr bunun üçün hələ də Tomatis üçün, yəni şəxsən öz yanıma gələn ailələr bir 3 həftəlik təlimi qoyurlar və gedirlər Piterə, proqnoz mərkəzində bir çox mərkəzlərdə gedirlər bu Tomatis möcüzəvi metodu deneyimləməyə, təlim qalır bir kənara və sonra da gəlib deyirlər ki, çox fayda gördük. Biz bir dəfə getdik, çox faydalı idi. Sonra ikinci dəfə də çox fayda olsun deyə gedirlər. Elmi sübutu zəifdir, iddiası, tətbiqi yenə uşaq xüsusi qulaqçıqlarla klassik musiqiyə qulaq asır ya da ananın səsi ilə qarşı səs proqramlarını dinləyir. Keşke olsa, bakar aparatı, burada isə uşağın beyin fəaliyyətinə uyğun xüsusi tonlarda səs dalğaları dinlədirlər. Yenə heç bir nəticəsi yoxdur. Homeopatiya, fitoterapiya, bu dərmanlar uşağımı zəhərləyir deyib təbii usula əl atan ailələrin yenə sevdiyi metodikalardır. Otla, bitki ilə müalicə eləyək. Eliminasyon tədaviləri, yəni şiddətlə belə tənqid olunur NICE tərəfindən də, Dünya Səhiyyə Təşkilatı da icazə vermir buna. Yenə ağır metal detoksifikasiyalar, vaksin detoksları, Miracle Mineral Solution. Bu arada ölkəmizdə mən eşitməmişəm. Yəni Amerikada da artıq qəti şəkildə təhlükəli olduğunu bildirərək verilmir. Sodium klorid sənaye təmizləyicisi tətbiqidir. Yenə fəlsəfəsi isə bədəndən zəhərli maddələri çıxartmaqdır. Diagnostik testlər, yenə bilirsiniz, çox məşhur parazitoloqlarımız var. Parazitoloqlar qəşəng bir 1300 manatlıq analizlər sonrası yenə bir 1000 manatlıq 20 səhifəlik. Mən anayam uşağıma 2 dənə dərman üst-üstə verə bilmirəm. Bu analar gerçəkdən zülüm verməkdir. Yəni bilərək göz görə-görə onsuz da duysal hassasiyyət olan, yemək yeməyən, uşağı saxlamaqda çətinlik çəkən bir ananın elə ən azından 20 dənə dərman verilməsi belə böyük bir işgəncə olduğunu hesab eləyirəm. Akupunktur, enerji nöqtələmə, yenə yəni çox üzərində durmayacağım. Autizm spektr pozuntusundan heç bir əlaqəsi yoxdur. Ancaq edilirmi? Edilir. Fekal mikrobiota transplantasiyası, bu da ölkəmizdə mən bildiyim qədər yoxdur. Sağlam şəxsin bağırsağından bakteriyalar autizmli uşağa köçürülür və bu şəkildə autizmlə, bu beyin bağırsaq əlaqəsindən, fəlsəfəsindən yola çıxaraq yenə tətbiq edilir. Yenə əlbəttə ki, çalışmalar çox azdır, açıq ucludur və tətbiq olunan uşaq sayısı yetərsizdir və verilən fayda da yetərsizdir. Osteopatik müalicələr. Bir də ailələr İsraildən gələn həkimlərlə, osteopatlarla yenə seanslara gedirlər. Hamısını iç çəkmək istəyirəm. Keşke olsa, ancaq yəni riskli bir şeydir bu arada. Kəllə beyin bölgəsində təzyiqlərə zərərli ola bilər. Fiziki kontaktı bu uşaqlar sevmir. Yəni uşağı orada fayda verməkdənsə travma yaşatmanın bir növbəti metodikasıdır. Yenə təbii ki, amma bu arada case reportda, PubMeddə girib araşdırdığımda ilk yazdığım osteopatik manipulative treatment for autism çox faydalı çıxıbdı. İçinə baxdıqda
3 dənə case report, kiçik nümunə, ölçüm metodu yoxdur. Yəni bu ana deyibdi ki, hə, yaxşılaşıbdı. Ona görə də bir fayda görüldüyü deyilir. GC protein derived macrophage activating factor, bu da ölkəmizdə yoxdur. Virus toksinlərin iltihaplı halların aradan qaldırma metodikasıdır. Yaponiyada ilk tətbiq olunubdur, ancaq təhlükəli olduğu bilinir və heç bir şəkildə tövsiyə edilmir. Sekretinin də məşhur olan dövrləri vardı. Artıq eski ünü qalmayıbdı. Əslində bu metodikaların hamısı zaman içində özünü tükətir. Yəni nə qədər də faydalıdır deyilsə də, ailələr nəhayətində uzun vadədə çox ailələrə yayıldıqda bunun faydasız olduğunu görüb özünü tükətən metodikalardır. Və ən son çiğ dəvə südü. Bunun da nasıl hocam? Yok. Doğru hocam, haklısınız. Reklamını yapıyorum. Evet, reklamlarını yapıyorum. Tabii hiçbir faydası yoktu. Nəticə olaraq, hər yenilik deyilən şey effektiv deyil. Tədqiqatlara əsaslanmayan yanaşmalar ciddi zərər verə bilir. Ailə elmi əsaslı terapiyalarda daha davamlı nəticələr verir. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Evet, Aydan Hanım'a da çok teşekkür ederiz. Çok güzel bir sunumdu gerçekten. Evet, bu paneli bitirmeden soruları alalım. Sorusu olanlar el kaldırabilir. İki nəfər o başda. Vəfa xanım birinci, sonra da Qırmızı Pəncəkli xanım, sonra da Bənövşə. Salam bir daha. Sualım Aydan xanımadır. Necəsiz? Aydan xanım, bilmirəm, siz də fərqində olmuşsunuz yoxsa yox. Adətən tomatis aparatı Pittsburgha gedənlərdə nəticə daha yaxşı olur, nəinki Azərbaycanda olanlarda. Mən bunu əsaslandırıram ki, ailə sadəcə uşağı da götürüb Pittsburgha gedirlər. 10 gün uşaqla vaxt keçirdirlər, sıx 24-7 bir yerdə olurlar və özləri də Pittsburgha gəzib yaxşılaşırlar ona görədir. Teşekkür edirəm gözləminiz üçün. Qırmızı Pəncəkli xanım. Əslində mənim Aydan xanıma bir sual deməyim də, bir təklif olaraq ya bir fikir olaraq bilirəm ki, bu fikrimi çoxluq bəyənməyəcək. Ona görə ki, siz bayaq etik qaydalardan danışdınız. İndi Azərbaycanda daha çox pasiyentlərin üzünün paylaşılaraq reklam olunması var. İstəyərdim ki, Aydan xanım bu mövzuya da toxunasınız. Çox təşəkkür edirəm. Ən problemli mənim üçün qəbul olunmaz bir şeydir ki, pasiyentlərin üzünün paylaşılaraq reklam olunması, marketinqə uşaqların cəlb olunması. Düzdür, bəzi valideynlər özləri razılıq verir, lakin valideynlər də maarifli deyil mənim üçün. Yəni, mənim fikrimcə, bu da valideynlərin uşağın gələcəyi haqqında ətraflı belə deyim, düşünməməsindən qaynaqlanır. Hətta mənim özümə də elə valideynlər olub təklif edib ki, Aytekin xanım, əvvəlini və sonrasını paylaşaq, gözəl nəticədir. Mən demişəm, yox. Baxmayaraq ki, siz özünüz də istəyirsiniz, amma bu mənim üçün qəbul olunmazdı. Yəni, əslində bu qanunla da qadağandır bildiyim qədər, amma ki, çox da nizamlanmır. Yəni, çox təşəkkür edirəm bu mövzunu burada işıqlandırdığınız üçün. Çox həssasam mən də bu mövzuda. Hamımız həssas olmalıyıq. Çünki bu uşaqlar özəl uşaqlardır və gələcəkdə yolları fərqli olacaqdır. Məqsədimiz nədir? Onları sağaltmaqdır, onları cəmiyyətə qatmaqdır. Amma bu arxivlərdə hər zaman qalır və ümumiyyətlə ailənin, belə deyim, dediyiniz kimi, ailələr bəzən təkidlə istəyirlər
istəyirlər. Genəlliklə mənlə də şəkil çəkdirirlər. Uşaqları çox sevirəm, şəkil çəkdirirlər, amma məni də paylaşaraq, uşağın üzünü paylaşaraq təq eləyirlər, ancaq bunları səhifəmdə paylaşmıram. Nəinki özəl uşaqları, ümumiyyətlə balaca, bəli, Psixoloqa, psixiatra müraciət edən pasiyentlər yəni paylaşılmamalıdır. Çünki gələcəkdə bullyingə məruz qala bilmə Hər türlü. ehtimalları çoxdur və təcrübədə də var belə bir şeylər. Yəni bu konuda yenə işləyən və burada bizi dinləyənlərdən bir kez daha xatırladıb xahiş etmək istəyirəm ki, uşaqları reklam belə deyim, vasitəsi olaraq kullanmamıza ehtiyac yoxdur. Yaxşı gördüyümüz işi onsuz da qulaqdan qulağa dağıdılacaqdır. Yaxşı mərkəz də qulaqdan qulağa inkişaf edəcəkdir. Nəticəni onsuz da ətraf görəcəkdir. Buna ehtiyacımız yoxdur. Sağ olun. Birinci olsunuz. Sualım Aydan xanımadır. Hipotezlərdən bəhs etdiniz və otizmli bireylərdə güzgü neyronlarının biraz zəif olduğu hipotezi irəli sürülür. Əgər bununla yola çıxacaq olsaq, o uşaqlarda terapiya olaraq empatiya duyğusunu necə aşılaya bilərik, necə öyrədə bilərik? Ya, əslində bu dediyiniz sual çox geniş bir mövzudur. Empatiya duyğusunu sadəcə onlarda yox, normotipik uşaqlarda da, yəni bu çox geniş bir mövzudur. Ancaq mənim, belə deyim, bəli, ayna neyron problemləri var, zihin kuramı nəzər, qarşısındakinin nə düşündüyünün düşünməsi ilə bağlı problemlər var. Ancaq empatiyanı gelişdirmək üçün, yəni bu uşaqların ən böyük, əslində bilinən yanlışlardan birisi də sanki autizm spektr pozuntulu uşağın empatiyası yoxdur, duyğusallığı yoxdur, anası yanında ağlayır, uşağın vecin olmur, gülməyə başlayır. Xeyr, bu uşaqlarda əslində empatiya duyğusu var, o ananın pis olduğunun da fərqindədir. Sadəcə bir çox şeyə verdiyi reaksiyalar adekvat olmadığı kimi buna da necə reaksiya verəcəyini bilmirlər və öz müayinəmdə də bunu çox müşahidə eləmişəm. Ailə ilə diaqnozu paylaşıram, ana orada göz yaşları tökür ya da məktəbdə yaşadığı bir problem səbəbilə uşaq orada gülməyə davam edir. Orada ananın əslində bir stres otaqda bir şeylərin baş verdiyini bilir, danışmayan bir uşaq, intellekti zəif olan bir uşaq belə. Ancaq buna necə reaksiya verəcəyini bilmir. Bu da uzun təlim prosesinin nəticəsində əldə olunacaq bir nailiyyətdir. O adekvat reaksiya vermək. Empatiya duyğuları olur yəni. Təşəkkür edirəm. Sağ olun. Mənim də sualım böyük ehtimal Aydan xanım olacaqdır. Deməli, bir müddət öncə nəzər salsaq, autizmin görünmə sıxlığı daha az idi. 2020-ci il səhv etmirəmsə, ola bilər ki, tarixdən də bir səhvlik edərəm, 36 uşaqda bir görünmə ehtimalı var. Amma hal-hazırdakı vəziyyət necədir? Təxminən edirəm ki, düşünürəm ki, psixiatrlar daha bunu yaxşı bilərlər, görünmə sıxlığı nə qədərdir. Və əgər bu sıxlıq artıbsa, məsələn, tutalım ki, 5 ildə bir 10 uşaq daha artıbsa, növbəti bir 15 ildə o deməyə gəlirmi ki, yəni onların sayı bizə paralel olma ehtimalı, bizə dediyim də, yəni neyroinkişaf pozuntusu olmayan insanlara paralel olma ehtimalı varmı? Yəni, əslində tendensiyalar bunu göstərir. Əgər 50 il bundan qabaq 10 min uşaqda olan bir problem bu dəqiqə dediyiniz kimi 4-5 il öncənin yayımlarına görə 36 uşaqdan birindədir. Şəxsi təcrübəmə görə bəli artıbdır. Və hətta daha çox artanlar problemin şiddətinin yüngül olanlar daha çox artdığını müşahidə eləyirik. Bunu hoca da məruzəsində dedi. Əslində tanıyırıq daha çox, ailələr daha çox bilinçlidir. Əvvəllər uşaqdır, əmisi də elə idi deyib keçdikləri vakaları artıq vaxtında üstünə düşüb gətirirlər. Ancaq çox-çox böyük ehtimal, əfsuslar olsun, növbəti tədqiqatlarda bu daha yüksək olaraq göstəriləcəkdir. Tamam, təşəkkür edirəm. Təşəkkürlər. Son sualı alaq. Salam hər kəsə. Mən Aydan doktora sualımı vermək istəyirəm. Aydan doktor, valideynlər tərəfindən ən çox verilən sual budur ki, biz təlimi nə zaman sonlandıracağıq, bu nə qədər gedəcək, illərlə mi biz gəlməliyik, yoxsa necə? Ən çox verilən sual budur. Bizə də bu çox verilir və təzəlikcə bir video paylaşmışdım. Uşaq məndən qarşılıqlı, biz nə zamana qədər təlimə davam edirik? Uşağın bu sadaladığımız simptomlar, autizm spektr pozuntusu ilə bağlı olan simptomlar onun gündəlik yaşamına ciddi dərəcədə
təsir etməyəcəyi səviyyəyə çatana qədər təlim davam edir. Bu da loru dilində dediyimizdə isə, yəni bir nümunə olaraq dediyimizdə uşaq qabaqqarşılıqlı bizlə söhbət etdiyində, bu daha çox nitqi inkişaf etmiş uşaqlarda təbii ki, yenə hocamızın dediyi kimi, yəni yeniyetməliyə qədər nitqi formalaşmamış, az nitqi olan uşaqda təbii bu hədəfi qoymuruq. Orada hədəf özünə qulluq bacarığı, günlük yaşam bacarığını aşılamaqdır. Ancaq söhbət daha çox yüngül orta arası uşaqlardan gedirsə, qarşılıqlı münasibətə girəcək qədər, öz fikrini ifadə edəcək qədər səviyyəyə çatdıqda və bir çoxunu, həmin bu yaxşı olan qrupu məktəbə yollayıb, orada adaptasiyasını yaxşılaşdırıb, dost edinə bildiyimiz bir səviyyəyə çatdırdıqda artıq təlim sonlana bilər. Yəni doktor, bunun ili varmı? İl olaraq? Yox, bunun il olaraq, yaş olaraq, bunun bir konkret vaxtı yoxdur. Çünki individualdır. Hər uşağın ehtiyacı individualdır. Bəzən təlimi sonlandırırıq, yüngül dərəcəli uşaq 4 yaşında artıq təlimə ehtiyacı yoxdur. Ancaq yenidən 7 yaşında məktəbə başladıqda adaptasiya problemi ilə bağlı, bullyinglə bağlı ya da yeniyetməlikdə depressiya ilə bağlı yenidən yəni psixoloqa ehtiyac duya bilər. Teşekkür ederim, çok sağ olun. Evet, güzel. Tekrar çok teşekkür ederiz konuşmacılarımıza da güzel sunumları için. Bu panelimizi burada bitiriyoruz.